Hamınızı salamlayıram Qaraçuxurdan. Bir dənə belə villamız satışa çıxıb. Qiymət münasibdir. 430 minə deyil, 3 mərtəbədir. Bax, 3 sıxdım, çox torpağı var. Belə bir 50 yumağa eşik. Moydadır qolub çöldə. Mangallısı var. Burada nə istəyirsən? Manqalla böyründə də balaca kuxna kimi yaradılıb. Sanuzel tam təmirli. Belə bir geniş evdir, 3 mərtəbə, hər tərəfini fırlanmaq olur. Ətrafında şövlərin hamısı 3 mərtəbə evlərdir. Adla yüzlük vurulub, fasad. Yol üstünə belə ağaçlar əkilib. Orada da dekorativ ağaçlarımız var. Bunları da görsədim. Düz biraz balacadılar ama Qaraçuxurda gördüyünüz 16 mərtəbə. Görürsünüz o 16 mərtəbə ilə buranın arası 150 min. Onlar olmaz. Yer olarak yaxşı yerdə, ət bacası. Evin içində göstərilsəm təmirdə əladır. Bax, evə girdim. Garajdır. Köməkçi kuxnasıdır. Aşağı mərtəbədə. Mərmər pilləkəndir. Garajda maşın saxladın, düşürsən. Birinci mərtəbə yaşayış deyil. Qalxırsan yaşayış ikinci mərtəbədən başlayır. Bu kuxnasıdır. Öz həyətinə baxır. Sanuzel. Zal. Hardasa 40-45 kvadrat zalı var. Yataq otağı. Çox adam istəyir ki, aşağı mərtəbədə zal yataq otağı kuxna olsun. Bax, eyni o formadadır. Qalxaq 3-cü mərtəbəyə, yaşayışın 2-ci mərtəbəsi. Belə deyək. Öz üçün yəni qəşəng təmir edibdir. Hər mərtəbədə balkonu var. Və burada da balkonu var 2-ci mərtəbədə. Yaddan çıxdım, müştəri gözləyir deyə görsədə bilmədim. Üzürürsən. İnşallah aldılar. Gəlib özləri baxarlar. Yuxarı mərtəbədə sanuzeldir. Bax, stip oldu. 1, 2, 3 dənə də yataq otağıdır. Oranı göstərdik. O, necə qəşəng tavan. Yataq otağıdır. Böyük yataq otağıdır. Rahat 30 kvadrat var. Bir dənə də belə bu yataq otağı var. 20-22 kvadrat olar. Qiymət 430. Allah xeyir versin. Ayağa sağ.